Salam əziz müdavimlər. Biz sizinlə bugün Avropanın daxili sularını, çaylarını, göllərini keçəcəyik. Ümumilikdə bilmək lazımdır ki, Avropanın çayları rejiminə, qidalanmasına və təsərrüfat məqsədilə istifadə edilməsinə görə bir-birindən fərqlənir. Biz Avropanın daxili sularını keçdiyimiz zaman onu regionlara bölərək öyrənəcəyik. İlk növbədə Şimali Avropaya baxaq. Şimali Avropada Skandinaviya dağları, ilk növbədə bilmək lazımdır ki, Skandinaviya dağları qədim dağlardır. Paleozoy yaşıdır, lakin Skandinaviya dağlarına qalxma baş verir. Qəbul ediləcək bir sual səviyyəsidir ki, Skandinaviya dağları qədim olmasına baxmayaraq orada qalxma prosesi baş verir. Lakin Şimal dənizi enir. Bunları dərsdə inteqrasiya edirik ki, ümumən bölmələrdə unutduğumuz məlumatlar bu cür daha da möhkəmlənsin. Bəli, davam edək. Skandinaviya dağlarında axan çaylar çoxlu sayda astana və şəlalə yaradır. Və onlar nəqliyyat üçün, gəmi üçün əlverişli deyil. İlk növbədə bilmək lazımdır ki, Şimali Avropanın çayları gəmi nəqliyyatında da istifadə olunur və daha çox onlardan ağac axtarılması istifadə olunur. Həmçinin bilirik ki, Şimali Avropa ölkələrində çoxu, İsveç, Norveç, Finlandiya eyni yarpaqlı ağacların sayına görə, meşə sayına görə daha üstün ölkələrdəndir. Həmçinin də Şimali Avropa çayları böyük hidroenerjiya əhəmiyyəti var ki, bu ehtiyatlardan Norveç, İsveç, Finlandiya çox böyük səmərəli istifadə edir. Ümumən başa düşürük ki, Şimali Avropa hidroenerjiya ehtiyatlarına görə zəngindir, ağac axtarılması istifadə olunur, lakin gəmiçilik üçün o qədər də yararlı deyil. Keçək Orta Avropaya. Orta Avropanın çay şəbəkəsi isə relyef daha düzənlikdir və bu düzənlik olması onun çay şəbəkəsinin sıxlığına öz təsirini göstərir. Çaylar enli dərələr, həmçinin mühüm iqtisadi əhəmiyyət kəsb edir. İl ərzində çaylarda suyun səviyyəsi yüksək olması, suların donmaması Avropanın qərbində axan çayların gəmiçilik üçün istifadəsini daha da rahat edir. Reyn, Sena, Laura, Temza bu kimi çaylar estuarli limanlarda yerləşir. Biz bilirik ki, estuari necədir? Qıfa bənzər çay mənsəb formasıdır və həmçinin də estuarli çaylarda daha çox qabarma və çəkilmə hadisəsi baş verir. Həmçinin qabarma vaxtı okean gəmiləri dənizə daxil ola bilir. Dunay çayı, Reyn çayı arasında çəkilmiş Dunay Main-Reyn gəmiçilik kanalı. Bu bir nəqliyyat üçün çox əhəmiyyətli kanaldır və Qara dəniz ilə Şimal dənizi arasında da birləşdirir. Hidroenerji resursları Fransanın 92%-ni, İsveçrənin 91%-i, İtaliyanın 86%-i belə deyək ki, hidroenerji resurslarına görə mənimsənilmişdir. Cənubi Avropaya keçək. Cənubi Avropa dağlıq relyefə malikdir. Həmçinin də burada Aralıq dənizi iqlimi çay şəbəkəsinin formalaşmasına təsir edir. Çünki biz bilirik, Aralıq dənizi iqlimində daha çox yağıntılar qış aylarında yağır və yay ayları daha quraq keçir və buna görə də bu çayların boşluq dönəmi daha çox qış aylarındadır. Cənubi Avropa dağlıq relyefi, Aralıq dənizi iqlimi, həmçinin də çay şəbəkəsi formalaşmasına çox böyük təsir edir. Alp dağlarının yamaçlarından Balkan və Pireneya yarımadalarına doğru axan çayların hidroenerjiya ehtiyatı böyükdür. Bilmək lazımdır ki, buradakı çayların çoxu dağlardan başlayır. Alp dağlarından, Balkan, Pireney, o dağlardan başlayan və o yarımadalardan keçən bir çox çay hidroenerjiya əhəmiyyətinə görə çox böyükdür. Və Cənubi Avropada iri çaylar olan Taxo, Ebro, Rona, Po çayları suvarma əhəmiyyəti böyükdür. Bilmək lazımdır ki, Cənubi Avropada daha çox subtropikin Aralıq dənizi olduğu üçün burada yağıntılar qışda düşür və yay quraq olduğu üçün daha çox yay aylarında suvarmada böyük istifadə olunur. Və Şərqi Avropanın çaylarına diqqət edək. Şərqi Avropanın çayları əsasən düzənlik, sakit axan çaylardır və geniş çay dərələrinə malikdir. Bu çaylara Avropanın ən uzun çayı Volqa çayını, sonra Dnepr, Don, Pechora, Ural bu çaylar regionun ən iri çaylarıdır və Şərqi Avropa ən uzun çayı Volqadır. Onun üzərində kaskad, yəni kaskad nə deməkdir? Bir neçə su anbarının tikilməsidir ki, ardıcıl tikilmiş su anbarına deyirik biz kaskad. Və kaskad sistemində yaradılmış şilyozlar, iri gəmilər hərəkət imkan yaradır. Düzənlik relif üstünlük təşkil etməsi çay sistemi birləşdirən gəmiçilik kanallarının Volqa-Don, Volqa-Baltikin çəkilməsini asanlaşdırır. Avropanın su təchizatı zamanı biz görməliyik ki, Avropada ən çox su təchizatına görə İslandiyadır, ən az isə Lüksemburq, Macaristan, Çexiya, Slovakiyadır. Orta ölkələrə İsveç, Norveç, Finlandiyanı deyə bilərik. Lakin az olan ölkələr əsasən Niderland, Belçika, Almaniya su təchizatına görə zəif təmin olunmuş ölkələrdir. Avropada göllər çoxdur.
Sahəsinə görə ən iri göllərə biz Ladoqa, Onega gölü Rusiyadadır. Venerin, Vetterin İsveçrədədir. Sayma, Inari Finlandiyadadır. Balaton Macarıstandadır. Cenevrə, Avstriya, Qarda, İtaliya, Boden düşəcək, həmçinin Almaniya, Avstriya ərazisinə. Göllərin əksəriyyət axarlı və şirin suludur. Onlar çayların rejiminin tənzimlənməsində böyük rol oynayır. Skandinav yarımadasında və düzənlik ərazilərdə yerləşən göl əksəriyyəti buzlaq və tektonik mənşəlidir. Həmçinin İtaliyada yerləşən Qarda ən böyük göl olub İtaliya üçün. Alp dağlarının cənubunda yerləşir. Çox böyük turistik bir məkana, bir vizual gözəlliyə malikdir. Göl özü buzlaq tektonik çökəkliklərdədir. Həmçinin Qarda məşhur Milan və Venesiya turizm bazarı üçün belə deyə bilərik ki, oranın şou, məşhur moda göstərimləri, bir çox əyləncə, modanın beşiyi olan Milan üçün belə deyək, Qarda gölü çox mükəmməl bir vizualist görsələ malikdir. Avropanın cənubuna doğru göllərin sayı azalır. Həm iqlim, həm belə deyək ki, quraqlığın artması göllərin də sayını azalır. Ona görə də çay məcralarında axmazlar, dəniz sahilində laqunlar, daha çox laqunlar biz Apennin və Balkan yarımadasında görə bilərik. Kars göllər mövcuddur. Avropada regionlar üzrə su təchizatı müxtəlif əksəriyyətinə, iqtisadiyyatına öz təsirini göstərir. Və biz görə bilərik ki, Avropanın şimalı daha çox ehtiyacı yüksəkdir, amma cənuba doğru su ehtiyatları daha azalmağa doğru gedir. Biz Avropanın çaylarını keçdiyimiz zaman mütləq şəkildə bilməliyik. Avropanın ən uzun çayı Volqa çayıdır. Volqa çayının mənsəbi, yəni töküldüyü yer Xəzər dənizidir. Həmçinin Xəzər dənizi okean səviyyəsindən aşağıdır və bilmək lazımdır ki, Xəzərə tökülən bütün çaylar okean səviyyəsi aşağı olan çaylardır. Volqa çayı özü Valda yüksəkliyindən başlayır. Bunların hamısını qeyd götürün zəhmət olmasa. Valda yüksəkliyindən başlayır. Volqa özü düzən çayıdır. Çox hündürdən başlamadığı üçün o delta yaradır. Və həmçinin biz bilirik ki, delta yaradan çaylar çoxlu qollara bölünür. Ona görə də biz deyəcəyik ki, Volqa çayı düzənlik çayıdır, Avropanın ən uzun çayıdır, Xəzərə tökülür və kaskad, yəni bir çox iri su anbarı tikildiyi üçün biz ona kaskad deyəcəyik. Həmçində Volqa çayı böyük gəmiçilik belə deyək ki, üstünlüyü var. Volqa Don, Volqa Baltik kanalları vasitəsilə bir çox dünya okeana çıxışı əks olunur. Volqa çayı özü həmçinin də təsərrüfat üçündə və bir çox belə deyək ki, sənaye əhəmiyyətinə görə Volqa öz əhəmiyyətini qoruyur. Bundan başqa Ural çayını deyə bilərik. Ural çayı özü də tökülür Xəzər dənizinə, Ural dağlarından başlayır. Həmçinin də Rusiya və Qazaxıstan ərazisindən keçir. Mənsəbi Qazaxıstandır. Lakin Volqa çayı Rusiyadadır mənsəbi. Ölkə olaraq bunları mütləq bilməliyik. Ural çayı özü də düzən çayıdır. Daha çox başlanğıcı Ural dağları olsa da biz bilək Ural dağları Qaca dağdır, Paleozo yaşıldır və zirvəsi Narodniyadır və alçaq dağlara aid olduğu üçün biz Ural dağlarından başlayan çaylar bir o qədər də belə deyə bilərik ki, dib yox, daha çox yan eroziyasını biz burada nümunə göstərə bilərik. Sonra Don çayını göstərə bilərik. Don çayı töküləcək Azov dənizinə. Dnepr çayı, bu D hərfi ilə başlayan çayların çoxu Dnepr, Dnestr, Dunay töküləcəkdir Qara dənizə. Bunları mütləq bir dənə Don çayı töküləcək Azov dənizinə. Bu biz saydıqlarımız bütün çaylar aiddir Şərq Avropanın çaylarına və bunları mütləq şəkildə yadda saxlayacağıq. Volqa, Ural, Don, Dnepr, Dnestr, Dunay daha çox Şərq Avropa çaylarıdır. Həmçinin də Qara dəniz, Xəzər dənizi, bunlar da Tetis okeanının qalıqlarıdır və daxili dənizlərdir. Sadəcə Xəzər dənizi dəniz deyil, sayəsinə görə böyük olduğu üçün göl yerinə biz ona dəniz adı vermişik. Və dünyanın ən böyük gölü ilə Xəzər gölüdür. Buna əlavə Şimali Avropanın çaylarına baxaq. Məsələn, Şimali Divina çayı Ağ dənizə tökülür. Ağ dəniz özü daxili dənizdir. Şimal buzlu okeana aiddir. Həmçinin də Ağ dənizi, bunu yadda saxlayın, şimal qütb dairəsi kəsir. Mütləq şəkildə bunu bilməlisiniz. Sonra keçək Sivir və Neva çaylarına. Mütləq şəkildə bilməlisiniz. Sivir çayı töküləcəkdir Ladoqa gölünə. Ladoqa gölündən Neva çayı töküləcək Fin gölü. Baxın, Fin və Neva kodlaşdırmaq daha rahatdır. Neva çayı töküləcəkdir Fin körfəzinə. Daugava çayı töküləcək Riga körfəzinə. Neman, Odra, Visla. Baxın, burada Nov sözü var, bunu kodlaşdırın. N-O-V. Nov demək nə deməkdir? Neman, Odra və Visla. Bu çaylar töküləcək Baltik dənizinə. Baltik dənizi necə dənizdir? Daxili dənizdir. Sual verə bilərlər ki,
Neman və yaxud da Visla hansı dənizə tökülür? Deyəsiniz ki, Baltik dənizinə tökülür. Baltik dənizi daxili dənizdir. Yəqin ki, bu kodu bildiniz. N-O-V. Sonra keçirik Ter koduna. Sonra Ter. Temza, Elba və Reyn töküləcəkdir Şimal dənizinə. Bunlar çox vacib qeydlər və vacib olduğu qədər də bunları bilmək də lazımdır. Kodumuz T, E-R. Ter kodu nə deməkdir? Temza, Reyn, Elba. Bu çay töküləcək ara Şimal dənizinə. Həmçində Şimal dənizi ilə Baltik dənizi Skagerrak və Kattegat boğazları vasitəsilə birləşir. Həmçinin də Jutlandiya yarımadasını biz Skandinaviyadan ayırırıq bu boğazlar vasitəsilə. Sonra Reyn çayı. Reyn çayı töküləcəkdir Pas-de-Calais boğazına. Sena çayı töküləcək La Manche boğazı. Baxın, iki dənə boğaz var. La Manche və Pas-de-Calais. Bu hər iki boğaz Böyük Britaniyanı ayıracaqdır hardan? Fransadan. Sena çayı töküləcəkdir La Manche boğazına. Laura və Harona çayları var. Bu çaylar Fransadan axır və bu çay töküləcək Biskay körfəzinə. Laura və Harona çayları. Bunlar isə aiddir hara? Təqribən biz bunları götürəcəyik Fransa ərazisini. Po çayı, yadda saxlayın. Po çayı İtaliyadan keçir, töküləcək Adriatik dənizinə. Po çayı Padana balığından keçir. Həmçinin də Giaçini kanal ərazidən keçdiyi üçün Po çayı özü də İtaliya üçün əhəmiyyətlidir. Lakin Giaçini kanal qurşaqda yerləşir. Bir də Tibur çayı var. Tibur çayı töküləcəkdir Tirren dənizinə. Çox rahat bir kodu var. Tibur və Tirren dənizi. Cənubi Avropanın çaylarından Ebronu görə bilərik. Ebro çayı töküləcəkdir hara? Aralıq dənizinə. Rona tökülür, amma Lion körfəzinə. Baxın, çox rahatdır. Rona tökülür Lion körfəzinə, Ebro töküləcəkdir Aralıq dənizinə. R. Sonra Cənubi Avropada Douro, Taxo, Guadalquivir çayları var. Bu çaylar töküləcəkdir hara? Sırf Atlantik okeana. Baxın, bunları yada saxlamaq çox vacibdir. Bunlardan Ebro və Rona töküləcəkdir sadəcə Aralıq dənizi. Məsələn, Rona tökülür Lion körfəzinə, amma qalanı o Douro, Taxo, bir çox Cənubi Avropanın Portuqaliya və İspaniya töküləcək Atlantik okeanına. Çox sadə, rahatdır, yəni çətinliyi olmayan bir hissədir bu çaylar. Sadəcə dediyim kodları oxuduğunuz zaman sizə daha çox rahat olacaqdır bunlar. Bir də bilmək lazımdır nəyi? Avropanın göllərini. Baxın, Avropanın göllərindən yada saxlayın. Inari və Sayma gölləri var. Inari gölünü qütb kəsir. Baxın, bunu yazın. Finlandiyada yerləşir və Inari gölünü Şimal qütb dairəsi kəsir. Sayma isə daha aşağıdadır. Finlandiyanın daha aşağısındadır və onu kəsmir. Bir də ki, Finlandiya göllər ölkəsidir. Çoxlu sayda göllər var və bu ərazidəki göllər daha çox buzlaq mənşəlidir. Çünki Skandinaviya yarımada 4-cü dövr buzlaşmasına məruz qalır. Sonra Venerin, Vetterin, baxın, Venerin üstə də Vetterin altdadır, İsveçrədə yaşayır. Bu V-ları uyğunlaşdırın. İsveçin V-sı ilə bu Venerin, Vetterin uyğunlaşdırın daha rahat olar sizə. Onega, Ladoga, bu göllər Rusiyaya aiddir. Çud gölü, Kala gölü aiddir hara? Sonra Elton, Baskonçak, bunlar aiddir. Elton, Baskonçak Rusiyanındır. Həmçində yenə deyirəm, Elton və Baskonçak gölləri şorşulu göllərdir. Bunlar mütləq şəkildə bilməliyik göllərdən. Kala gölünü göstərə bilərik Estoniya ərazisində. Çud gölü isə həm Estoniya, həm də Rusiya ərazisində. Burada Tuz və Van gölləri var. Bunlar aiddir Türkiyəyə. Elton, Baskonçakı biz dedik şorşulu göldür, Rusiyaya aiddir. Balatan gölü aiddir Macaristana. Qarda gölü İtaliyaya. Bu çox düşür həmişə suallarda. Qarda gölü İtaliyaya məxsusdur. Cenevre gölü aiddir İsveçrə və Fransaya. Lakin Boden gölü aiddir Almaniya, İsveçrə və Avstriyaya. Göllər çox çətin deyil, sadədir. Bilmək lazımdır ki, Avropanın gölləri şirin sulu göllərdir. Onlardan bəziləri Rusiyada olan Elton, Baskonçak şorşuludur. Göllərin çoxu həm turizm məqsədilə, həm də ki, şirin su kimi istifadə oluna bilər. Daha çox Skandinaviyada yerləşən göllər buzlaq mənşəlidir və bir də Qarda gölü buzlaq tektonik. Çünki Qarda gölü yerləşir alt dağlarında və alt dağlarında yerləşdiyi üçün biz deyəcəyik ona nə? Buzlaq tektonik mənşəli. Qalan göllərin çoxu tektonikdir və yaxud da buzlaqdır. Bir dənə biz Balatan gölünü